Deməli, ketondan söhbət gedir və ketonu beynəlxalq nomenklaturaya əsasən adlandırın deyir. Biz bu birli, ikili, üçlü karbon atomlarının sayına görə quruluş yazanda birinci böyükdən başlayaq. Dördlü yoxdur, üçlüdən başlayaq. CH3, CH3, CH, bir dənə də bura C yazacağım. İkili də bir dənədir. Bura bir dənə C yazacağım. Üçlüdə 3 dənə olanda bir dənə də bura CH3, bura bir dənə keton qrup yazsam, bura bir dənə CH2 yazsam, beynəlxalq nomenklaturaya adlandırın deyir. Burada CH3 bu yandan da yazsaq, yenə olardı məncə. Gəl indi baxaq, buradan hər iki tərəfdən də eynidir. Ona görə 1, 2, 3, 4, 5 qoysam. Buradan da 2 metil pentanon 3 olaraq D variantını götürürük. Cavabımız D variantı.